Hər vaxtı xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində, deməli, Yetər Şaldı sarayın arxasında əsas magistral yol var, məktəbin yolu. Oradan birinci küçə yox, ikinci küçə. Yəni 2 nömrəli məktəb var, ondan üzbəyiz olan küçədədir. 4 otaqlı evdir, Saray qəsəbəsində. 92 min manata, 2 sotun içərisindədir. Kupçalı evdir, evin də kupçası var, torpağında kupçası var. Sayğaclar hamısı qaydasında olacaq, çünki kupçalı evlərdə belə olur. Kanalizasiya hissəsi mərkəzidir, bu da bunun tərafıdır. Bax belə. Həyəti çox böyük, geniş həyəti var. Bax, mən aralanıram belə, təxminən görəsiniz. Görürsünüz, böyük bir həyəti var. Hasarımız evimizin üstü tarsovka emusiyadır. Pəncərələrimiz şəbəkə pəncərədir. 12 daş kürsülüdür. Burada da bax, belə bir padval var. Təxminən bura girəmsə, buranı belə görəsiniz. Bax, boy bərabərdir. Atmalar da qəşəng atılıb. Qoşadaş tonuna qədər qoyulub. Qoşadaş kubiklə çıxıb, tonuna qədər qoyulub. Kombinin yeri bura qoyulub. Köməkçi otaqlarda evin boya-boy bütün yuxarıdakı proyektin eyni ilə aşağıda da gəzmək olur ayaqüstə. Bax, belə bir evdir, görürsünüz. Həyətə baxın. Bax, belə. Neçə daş kürsülüdür? 12 daş kürsülü evdir. Pilləkən də bax, belə adresovka ilə yığılıb. Burada taxtayla apışıq olunub, krişaya çıxmaq üçün də yer qoyulub. Qapını açır, nəhayət girdi evimizin içərisinə. Bax, belə bir evdir. 4 otaqlı evdir. 92 mindən narahat olmuyor. Qiymətində endirim olunacaq. Paket kupçalı evdir. Nəqd səçər yararlı, ipoteka yararlıdır. Bu koridoru idi, buradan gəldi birbaşa qonaq otağına. Bax, bu qonaq otağıdır, yəni zalı. Görürsünüz? Bax, belə səliqə səhmanlı evdir həqiqətən. TVST içində belə xüsusi bir yer ayırıblar. Bir də zəhrə, pəncərələri şəbəkə pəncərədir. Burada da həqiqətən belə dekor vurublar, rampanın içində xüsusi zövqlər işlənilir. Patoloku da bax, belə alçıpandan yığılıb. Bu qonaq otağı idi. Mətbəxə baxaq. Bu da mətbəxidir, bax. Mebel arası keramikası da var. Mebelin altı, bax bura bax, burada da görürsünüz keramika vurulub. Paltaryan maşınlarının altı möhkəm olmaq üçün. Bütün radiatorların yerləri qoyulub, qəşəng səliqəli böyük mətbəxi var. Sonra koridordan təzədən bir də gəlir, məsələn, yataq otaqlarına. Hə? Bu desk otaqdır, uşaq yataq otağıdır, bu bir otaq. Bu böyük yataq otağıdır, baxın. Bax, bu belə bir otaqdır, böyük yataq otağıdır, bu ikinci yataq otağıdır. Hə, bax, görürsən, koridoru bax, belə gəlir, sonra buradan belə, qıy kimi belə, bax, gəlir bura. Bu da sanitar qovşağıdır. Bu sanitar qovşağıdır, burada da bir otağıdır. Ümumilikdə 4 otaqlı evdir, böyük kvadratlı evdir. 92 min manatdan qiymətində endirim olunacaq. Bir də izah edirəm, Saray qəsəbəsində Yetər Şaldı sarayın keçəndən sonra Bakıya tərəf keçən ötürüb dönürük sola. Aptek var, Zeytin aptek. Zeytin aptekin yanından da gəlmək olur bura. Məktəbə də yaxındır, marşruta yaxındır. Marketlərə yaxındır. İnşallah gəlib özü canlı bu evə mütləq baxın. 92 min manatadır, mütləq qiymətindən ev sahibi belə dedi. Dedi, yaxşı endirim eləyəcəm, gəlsinlər, mütləq bu evə baxsınlar. Paket kupçalı evdir. Nəqd səçədə yararlıdır, ipoteka da yararlıdır. Sağ olun.